sual verə bilərsiniz ki, Azərbaycanın məsələn bu şuraya üzv olması nə dərəcədə məqsədə uyğundur? Məncə məqsədə uyğundur. Hətta bir illik də olsa, nəinki 3 illik. Bir illik də olsa, indiki konjunktura, bu situativ bir məsələdir. Ola bilər, strateji indi bu çevriləcək ya çevrilməyəcək. Bu yeni dünya nizamının formalaşmasına, bunun həlledici elementlərdən biri kimi, sistem yaradıcı bir məsələ kimi olacaq, olmayacaq. Bu sonraki məsələ. Hətta bugün bir ildə olsa, bu məsələdən imtina etmək məsələn Azərbaycanın maraqlarına cavab verməz. Çünki dəvət gəlib, biz indi mən Azərbaycan dövlətinin əlbəttə ki, heç bir halda hər hansı bir dövlətin qarşısında ikinci, üçüncü dərəcəli olması fikrində deyiləm və ümumiyyətlə hesab edirəm ki, açığı dünya bu geopolitik prosesləri Azərbaycanın oxu ətrafında fırlanır. Yəni mən o cür düşünənlərdənəm. Lakin biz hər halda deyək ki, Fransa və yaxud Böyük Britaniya deyilik. Bizim çox ciddi maraqlarımız var və biz bu maraqlarımız və konkret məqsədlərimiz situativ, indiki, konkret vəziyyətdə xeyli dərəcədə Amerika Birləşmiş Ştatları və onun prezidenti ilə həm də bağlıdır. Elə avqust sazişlərini yada salaq bir sazişi xatırlatdı hörmətli Elman bəy. 9-7-nin rəsmən o qanunvericilik akt kimi ləğvindən söhbət gedir. Bizim qonşuluğumuzda çox ciddi, həm elə şimalda, həm cənubda çox ciddi vəziyyət dəyişə bilər və bu vəziyyət istər-istəməz bizi xeyli dərəcədə əhatə edəcək və hər iki qonşular təəssüf ki, bizə olan münasibəti məlumdur. Və belə bir olan halda əlbəttə ki, bizim çox ciddi bir istinaf nöqtələrini axtarmağa 5 aylıqda, 3 aylıqda, hətta bəzən bilirsiniz, mən çox üzr istəyirəm, belə görünməsin ki, biraz çox belə nisbilik olur. Hətta bir aylıq, bir həftəlik də bəzən lazım olur ki, müəyyən məsələlərdən çıxa biləsən. Bu təxminən mənim anlamıma görə o cür fikirlərdən biridir. İndi biz Amerika Birləşmiş Ştatlarının Trump onun prezidentidir, bir lokomotivi olduğu bir qatara mindik. Məncə, mən açıqcası bizim hörmətli dinləyicilərə və insanlarımıza üstün. Məndə şəxsən əlbəttə ki, dediyim bu suallarla yanaşı müəyyən qədər əminlik yaradan budur ki, hər halda son bir neçə ildə 2019-dan üzü bəri kifayət qədər biz peşəkar bir xarici siyasət izləyirik Azərbaycanın siyasətində. Geopolitik məsələlərdə kifayət qədər peşəkar qərarların alındığını və bunların reallaşdığını müşahidə edirik. Və bunlar bilirsiniz elə məsələlərdir ki, burada iqtidar, müxalifət və yaxud bu siyasi, daxili siyasi münasibətlərlə qiymətləndirilən, dəyərləndirilən məsələlər deyil. Və məndə şəxsən bir əminlik yaradan odur ki, burada da necə deyirlər, haqqı hesab mümkündür. Yəni, istənilən moment həm əyləci çəkmək üçün yəqin ki, müəyyən üsullar formalaşıb və yaxud əgər demək, lokomotiv əgər bizim maraqlarımız olmayan istiqamətdə hərəkət edilirsə, oradan düşmək imkanları da yəqin ki, olmamış deyil. Amma arzu eləyək ki, bir daha təkrar edirəm, indi bu proses başlanıbdır. Və arzu eləyək ki, yəni burada bizim maraqlarımız, konkret demək, strateji maraqlarımızla yanaşı, konjunktur maraqlarımız da demək, həyata keçsin. O baxımdan 1 milyard məsələsi, 1 milyard çox böyük puldur, bir daha təkrar edirəm, çox böyük puldur və şübhəsiz ki, bizim bu yüzlərlə, minlərlə məktəb, yaşayış evi, pensioner, təqaüdçülərimizə müəyyən köməkliklər və s. Amma bu bir geopolitik kreditdir və investisiyadır. İnvestisiyadır. Geopolitik investisiyadır, təhlükəsizlik investisiyasıdır. Bax, bunu bu cür baxanda açığı nəinki milyard, nəinki milyard, milyardlar da bəzən bu cür investisiyaları qoymaq lazım gəlir. Razıyam ki, onun konkret, o necə deyərlər, real olaraq qayıtması imkanları da var. Və əgər bu proje alınacaqsa və biz bəzi məqsədlərimizə, söhbət təkcə Qəzzədə və yaxud Ukraynadakı o bərpa prosesində iştirakdan getmir təkcə, o da mühüm bir istiqamətdir. Bizim söz yiyəsi olmağımız bizim sonra 10 milyardlarla düşə biləcək ziyanlardan xilas edə bilir. Bir. İkinci 10 milyardlar gətirə bilər müəyyən məsələlərin hansı cür qəbul olunub olunmamasından və o baxımdan mən sözün doğrusu bu məsələyə də bu şəkildə baxılmasının tərəfdarıyam.